Bəli, biz studiyamızda da müzakirəmizi davam etdirəcəyik. Ancaq dedik ki, ötən gün, xüsusilə də martın, yəni 10-unda erməni əsilli şəxslərin məhkəməsi keçirildi. Orada Qukasyan, Sakyan və digərləri bəzi etiraflar etdilər. Bu da əlbəttə ki, növbəti mərhələdə Ermənistanın həmin illərdə hansı əməllər törətdiyini bir daha ortaya qoymuş olur. Biz bu istiqamətdə danışacağıq. Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamaları var idi sülhlə bağlı. Bundan da söz açacağıq. Eləcə də Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın Hindistan səfəri çərçivəsində verdiyi açıqlamalara da ayrılıqda toxunacağıq. Və bütün bu məsələləri isə əlbəttə ki, studiyamızın qonağı ilə birgə müzakirə eləyəcəyik. Milli Məclisin üzvü Elçin Mirzəbəyli qonağımızda. Elçin bəy, zəhmət olmasa yaxınlaşın. Hər vaxtınız xeyir olsun. Sabahınız xeyir, hər vaxtınız xeyir. Elçin bəy, başlayaq ötən gün verilən, gələn etiraflardan və düzdür, onlardan bir çoxu öz səhvlərini etiraf etməkdən çəkinirdilər və bundan yayınırdılar. Hətta çox maraqlı idi ki, Arkadi Qukasyan deyir ki, necə bir insanı öldürmək olar və biz uzun illər ərzində həmin insanları, günahsız insanları necə öldürmək olar, bunu əyani şəkildə izləmişik. İndiki mərhələdə məhkəmədə belə fikirlərin səsləndirilməsi düzdür. Bəzi məsələlərdə etiraf var, amma digər məqamlarda dediyim kimi belə fikirlər də səsləndirilir. Məhkəmə ilə bağlı deyilən ötən günkü etiraflardan biz hansı nəticəni çıxara bilərik? Təbii ki, məhkəmə prosesi bütövlükdə Azərbaycan ərazilərində həyata keçirilən cinayət xarakterli addımların mahiyyətinin bir hissəsini ifadə edir və məhkəmə prosesində iştirak edənlər faktiki olaraq məsuliyyətdən yayınmağa cəhd göstərirlər. Yəni, burada məsuliyyətin daha çox ayrı-ayrı şəxslərin üzərinə qoyulması istiqamətində fikirlər səsləndirilir. Bəzən birbaşa ad çəkilməsə də söhbət Robert Köçəryandan, Serj Sərkisyandan və digər şəxslərdən gedir. Amma məsələnin tam mahiyyəti ondan ibarətdir ki, bugün məhkəmə qarşısında dayanan şəxslər də ağır müharibə cinayətləri törətmiş və bu cinayətlərin davam etdirilməsində rolü olan şəxslərdir. Onların səsləndirdiyi fikirlər bir tərəfdən etiraf kimi qəbul olunsa da, digər tərəfdən məsuliyyətdən yayınmaq üçün məsuliyyəti başqalarının üzərinə yıxmaq cəhdi kimi də qiymətləndirilə bilər. Deyirsiniz ki, bugün həmin o etiraflar əslində həm də məsuliyyəti başqasının üzərinə yıxmaqdır. Bundan öncəki məhkəmələrdə də biz Ermənistan rəhbərliyinin adının çəkildiyini gördük. Həmin dönəmlərdə Nikol Paşinyan, 1-ci Qarabağ müharibəsi çərçivəsində digər liderlər, siz az öncə Köçəryan dediniz, elə bu istiqamətdə də açıqlama var idi. Yəni, Arkadi Qukasyan da Köçəryanın komandasında olduğunu deyirdi. Həmin dönəmlərdə həqiqətən də biz çox dəhşətli hadisələrin şahidi olmuşuq. Məhkəmədə də bunların bir qismi etiraf olunur. Amma Ermənistandan da təzyiqlər davam edir. Çünki nəticə etibarıyla Ermənistan rəhbərliyi günahlandırılır. Həmin şəxslərin etirafları Ermənistanda qəbul edilmir. O zaman həmin şəxslərin arxasında bəs Ermənistan rəhbərliyi dayanacaqmı? Birbaşa onların mühakimə olunduğu, eləcə də onlarla bağlı etirafların olunduğu məhkəmədən söhbət edir. Burada iki xət var. Birinci tərəfdən təbii ki, Robert Köçəryan, Serj Sərkisyan ağır müharibə cinayətləri törədiblər. Bu şəxslər hərbi cinayətkarlardır. Amma bununla paralel olaraq eyni zamanda indiki siyasi hakimiyyət də Azərbaycan ərazilərində işğalın davam etdirilməsi və həmçinin müharibə cinayətlərində iştiraki olan bir hakimiyyətdir. Yəni, faktiki olaraq bugün Ermənistanda siyasi rəhbərliyində də, müxalifətində də müharibə cinayətlərindən kənar qala biləcək insanların sayı barmaqla sayılan qədər. Təbii ki, bir tərəfdən Robert Köçəryanın, Serj Sərkisyanın acının çəkilməsi və müharibə cinayətlərinin törədilməsində onların üzərində fokuslanması Paşinyan hakimiyyətini müəyyən qədər də qane edə bilər. Amma digər tərəfdən isə prosesin davamı olaraq artıq hər şey Nikol Paşinyanın üzərinə gələcək. Yəni, mahiyyət etibarilə Nikol Paşinyanın da və onun komandasının da Azərbaycan torpaqlarının işğalının davam etdirilməsində və daha sonra baş verən cinayətlərdə iştirakında faktı deməli, məhkəmə qarşısında dayanan şəxslər tərəfindən etiraf olunacaq. Bununla bağlı bəzi detallar da bəzən ifadə olunur, dilə gətirir. Amma baxımından da düşünürəm ki, indiki şəraitdə Nikol Paşinyan hakimiyyəti həm də bundan narahatdır. Yəni, faktiki olaraq
olaraq söhbət həm separatçı terrorçuların, müharibə cinayətkarlarının müdafiəsindən daha çox, həm də Ermənistan siyasi hakimiyyətinin özünün müdafiəsindən gedir. Elçin bəy, dırnaqarası Qarabağın müdafiə ordusundan da çox danışılırdı və burada Ermənistanın hər hansı bir rolu yoxdur deyilirdi və bu Qarabağda olan, Xankəndidə, digər ərazilərdə olan Qarabağın müdafiə ordusudur deyirdilər. Elə Ermənistan rəhbərliyindən də biz bu sözü eşidirdik. Qarabağda dırnaqarası rəhbərlikdə təmsil olunan ermənilər də bu fikir üzərində dayanırdılar. Amma Bako Saakyandan bir etiraf var. O deyir ki, bir hissəsi qoşunun əslində dislokasiya olunmuş Sovet hərbi hissələrindən idi. Yəni, buradan əldə etmişlər. Digəri isə Ermənistan rəhbərliyinin dəstəyi sayəsində və şəhərlərdə, kəndlərdə həqiqətən də bu silahların olduğu vurğulanırdı. Yəni, insanların özləri belə bu silahı daşıyırdılar. Silahlanma məsələsində Ermənistan rəhbərliyi heç vaxt etiraf etməyib. Əslində, Bako Saakyanın məhkəmədə bu çıxışı bizim üçün hansısa mərhələdə əlimizin güclənməsinə rəvac verəcəkmi? Təbii ki, əlavə faktdır, yəni faktiki olaraq prosesin iştirakçıları tərəfindən dilə gətirən, ifadə olunan faktdır. Amma bu faktları hər kəs bilir. Yəni, mahiyyət etibarilə Azərbaycan torpaqlarına hələ 88-ci ildən etibarən Ermənistandan silah daşınması, Ermənistandan qondarma ideoloqların həmin ərazilərə gəlməsi, prosesi stimullaşdırılması, separatizmə dəstək verməsi faktı təkcə Azərbaycan tərəfinin qeydə aldığı faktlarda deyil, həmin dövrdə SSR mərkəzi hakimiyyətinin qeydə aldığı faktlarda var. Bununla bağlı çox saylı məqalələr yayımlanıb, yazılar yazılıb və eyni zamanda daha sonra biz bu prosesin necə intensivləşdiyinin şahidi olmuşuq və əslində Ermənistanın siyasi hakimiyyəti hələ Sovet dövründən başlayaraq bu cinayətlərdə şərik iştirak ediblər. Yəni, bu sıraya 1989-cu ildə Ermənistan Ali Sovetinin qəbul etdiyi qeyri-qanuni qərarı da əslində qəbul etmək olar, əlavə etmək olar və bu qərar separatizm prosesinin stimullaşdırılmasına xidmət edən və prosesin arxasında bilavasitə Ermənistanın dayandığını sübuta yetirən bir qərar kimi qəbul olunmalıdır və təbii ki, məhkəmə prosesində bu qəbildən olan faktlar aşkarlandıqca, etiraf olunduqca həmin dövrdə bununla bağlı mövcud olan fotofaktlar, videofaktlar və digər amillər də təbii ki, gündəmə gələcək və bu həm Azərbaycan tərəfində var və hal-hazırda bununla bağlı xüsusi bir araşdırma aparmağa ehtiyac da yoxdur. Yəni, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi cinayətlərin siyasi, hərbi və digər tərəfləri, görünən tərəflərin sayı o qədər çoxdur ki, bu Ermənistanın illər uzunu məsuliyyət daşıması üçün yetərlidir. Elçin bəy, istəyərdim ki, yeni xəbər üzərindən də biraz müzakirə aparaq. Çünki Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov hazırda Qazaxıstanda səfərdədir. Bu dəqiqələrdə Qazaxıstan və Azərbaycan nümayəndə heyətləri arasında da görüş keçirilir. Düzdür, bizim danışmalı olduğumuz istiqamətlər çoxdur, həm siyasi, həm iqtisadi baxımdan, amma təyyarə qəzası üzərindən danışılacaq məsələlər hələ də qalıb. Çünki ilin sonuna qədər buna dair araşdırma davam etdiriləcək. İstəyərdim ki, elə bu səfər çərçivəsində sizcə həm də bağlı qapılar arxasında buna dair hansısa məsləhətləşmələr aparıla bilərmi? Çünki zaman-zaman efirdə də elə ekspertlər vurğulayırlar ki, Qazaxıstana Rusiyanın böyük ehtimalla təzyiqləri davam eləyir. Qazaxıstana Rusiyanın təzyiqləri davam etsə də burada söhbət insan faciəsindən və baş verən faktiki olaraq bir cinayət hadisəsindən gedir. Yəni, bu məsuliyyətsizlikdən doğan cinayətdir, bilərəkdən və ya bilməyərəkdən edilən cinayətdir. Məsələnin digər tərəfidir və istintaq məsələlərə aydınlıq gətiriləcək, amma fakt-faktlığında qalır və Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması faktını Qazaxıstan qənaətimə görə gizlətmə niyyətində deyil. Çünki bunu gizlətmək də mümkün deyil. Prinsip etibarilə baxımdan Qazaxıstana beynəlxalq səviyyədə edilən çağırışlar var. Eyni zamanda Azərbaycan-Qazaxıstan münasibətləri kifayət qədər yüksək səviyyədədir. Qarşılıqlı münasibətlərin inkişaf və həqiqətin üzə çıxması üçün. Bununla yanaşı Qazaxıstan ictimaiyyətinin məsələyə, fakta münasibəti var. Bu da çox ciddi amildir. Yəni, bugün Qazaxıstanda Qazax
qardaş və bacılarımızdan elə adam tapmaq mümkün deyil ki, bu faktda fərqli bir yanaşma tərzi sərgiləsin. Təbii ki, ortalığa istintaq materiallarının nəticəsində obyektiv həqiqətin bir daha ortaya çıxması və təsdiqini tapması, bu ilk növbədə məsələyə hüquqi bir yanaşmanın, Qazaxıstanın da hüquqi bir dövlət olduğunun ortaya çıxaran bir faktor kimi də qiymətləndiriləcək. Məsələyə mən siyasi, iki tərəfli münasibətlər çərçivəsindən yanaşmaq istəməzdim. Əslində, Rusiyanın özünün də sivil əgər bir yanaşma tərzi ortalıqda olsaydı, bu məsələyə fərqli bir münasibəti olmamalıydı. Yəni, prinsip etibarilə təbii baş verən fəlakət böyük faciədir, həddən artıq. İnsan ölümlə nəticələn, məsuliyyətsizlikdən doğan və yaxud hər hansı bir faktdan doğan faciədir. Amma belə bu qəbildən olan cinayətlərin, hadisələrin baş verməsində ölkə ərazisinə görə məsuliyyət Rusiyanın üzərinə düşür və indiki şəraitdə faktın etiraf edilməsi, bununla bağlı müvafiq addımlar atılması əslində Rusiyanın bir dövlət kimi üzərinə hər hansı bir kölgə salmır. Bunun əksi Rusiya tərəfinin üzərinə kölgə salır. Bu məsələlərdə düşünürəm ki, böyük dövlət ədası ilə çıxış etməyin ümumiyyətlə yanlış olduğunu, yəni bir mənalı şəkildə anlamaq lazımdır və həmçinin anlamaq lazımdır ki, bütün bu yanaşma tərzi təkcə Azərbaycan-Rusiya münasibətlərində deyil, eyni zamanda Rusiyanın postsovet məkanındakı mövqeyində də ziddiyyətli rol oynayır. İstəyərdim ki, biraz da Fransa-Azərbaycan münasibətlərindən danışaq. Düzdür, onsuz da bu münasibətlərdə kifayət qədər ciddi problemlər müşahidə olunur, amma Fransanın dənizaşırı ərazilər naziri yenə də Azərbaycanı ittiham edən açıqlamalar verib və deyir ki, Fransaya qarşı Azərbaycan hibrid müharibə aparır. Əlavə deyilir ki, əslində Fransanın işinə qarışmağa çalışır, xarici siyasətinə qarşı və daxili işlərinə də eləcə müdaxilə etmə cəhdləri kimi dəyərləndirir. Dəfələrlə Azərbaycan tərəfi, Azərbaycan Xarici İşlər Nazirliyi çərçivəsində vurğulanıb ki, Fransa Cənubi Qafqazdakı proseslərə müdaxilə etməsin, bizim daxili işlərimizə qarışmasın. Hətta dənizaşırı məsələ üzərindən Azərbaycanın Fransanın işlərinə qarışdığı iddia olunur. O zaman bu məsələləri tərəzinin gözünə qoysaq, kim kimin işinə qarşı? Əslində, dənizaşırı ifadəsinin özü belə siyasi əxlaq kateqoriyasından uzaq bir anlayışdır. Əslində, müstəmləkə naziri adlandırmaq olar və təbii ki, Fransanın müstəmləkə nazirindən bundan fərqli bir yanaşma tərzi də ortaya çıxacağını, ortaya qoyulacağını gözləmək sadəlöflük olardı. Bəlli olduğu kimi, Fransanın ümumiyyətlə hüquq sistemində, Avropanın hüquq sistemində nonsens yazılan bir faktor var. Bir tərəfdən Fransa özünün dəniz aşırı ərazilər adlandırdığı ərazilərin Fransa ərazisi olduğunu, Fransaya məxsus olduğunu vurğuluyur. Digər tərəfdən həmin ərazilər Avropa İttifaqının sərhədləri çərçivəsində daxil deyirlər və Avropa hüququ həmin ərazilərə şamil edilmir. Bu da Fransanın həmin ərazilərdə yaşayan, müstəmləkələrdə yaşayan insanlara ikinci, üçüncü dərəcəli bir toplum olaraq, insan olaraq yanaşdığını sübuta edir və təbii ki, 21-ci əsrdə bu düşüncə, bu qatı bir ibtidai icma təfəkkürünün nümunəsidir, qəbilə təfəkkürünün nümunəsidir və özünü sivil dünyanın bir parçası hesab edən Fransa əslində buna görə utanmalıdır. Azərbaycanın atdığı addımlar isə söhbət əgər dənizaşırı ərazilər adlandırılan ərazilərdə, müstəmləkələrdə de facto deməli yaşayan insanların hüquqlarının müdafiəsindən gedirsə, burada hüquqa zid, beynəlxalq konvensiyalara zid, dövlətlərarası münasibətlərə zid olan heç nə yoxdur. Yəni, insan haqları Fransanın daxili məsələsi deyil və dünyada heç kimin daxili məsələsi olmadığı üçün də Azərbaycan bu məsələyə məhz bu kontekstdən yanaşır və doğru da yanaşır. Digər tərəfdən məsələnin fərqli bir tərəfi də ondan ibarətdir ki, Azərbaycan qoşulmama hərəkatının üzvüdür və qoşulmama hərəkatının ümumiyyətlə yaranış fəlsəfəsində dayanan Bandung prinsipləri hər cür müstəmləkəçiliyə qarşı mübarizəni əsas götürüldüyünü xüsusi şəkildə vurğuluyur. Eyni zamanda
zamanda müstəmləkəçiliyə qarşı hər cür müstəmləkəçiliyin ləğv edilməsi ilə bağlı müvafiq beynəlxalq sənədlərin, konvensiyaların tələbləri onu sübuta yetirir ki, Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüququn norma və prinsipləri çərçivindədir. Əslində bu səsləndirilən fikirlər Fransanın Azərbaycanın apardığı doğru istiqamətdə, ədalətin və haqqın müdafiəsi istiqamətində apardığı addımların effektiv olmasından çəkindiyini sübuta yetirir. Yəni, nəticə etibarilə bu Fransa tərəfinin acizliyinin nümayişidir ki, Azərbaycan kimi Cənubi Qafqazın bir dövlətində, yəni mahiyyət etibarilə sərhəd, ərazi və əhali sayı baxımından kifayət qədər Fransadan kiçik olan bir dövlət beynəlxalq hüququn qorunmasında, ədalət prinsiplərinin qorunmasında indiki şəraitdə Fransanı fakt qarşısında qoyub və rəsmi Paris acizliyini nümayiş etdirir. Elçin bəy, təşəkkürümüzü bildiririk. Mən təşəkkür Minnətdarıq edirəm, studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün.